Botsvana pul vahidi. Botsvana Cənubi Afrikada yerləşən bir ölkədir. Ölkənin ərazisi təxminən 582 min kvadrat kilometrdir. Əhalisi təxminən 2,4 milyona nəfərdir. Paytaxtı Qabaron şəhəridir. Ölkənin rəsmi dilləri ingiliscə, Setsvana və ya Tsvana dilidir. Botsvana pul vahidi puladır. Pula sözü Setsvana dilindən götürülüb, mənası yağış və ya lütf deməkdir. Botsvana müstəqil olduqdan sonra 1966-cı ildən etibarən öz valyutasını qəbul etdi. İlk olaraq Botsvana poundu istifadə olunurdu. 1976-cı ildən pula ölkənin rəsmi valyutası oldu. Bir pula 100 TB-yə bərabərdir. Ölkənin ən böyük pul əskinazı 200 puladır. Bir Azərbaycan manatı 7,99 pula və ya bir Amerika dolları 13,59 Botsvana pulası edir.